Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotron maddə metafetamin və metadon həblər aşkarlanaraq götürülüb. Qırğa, kilo yarım güldür, yarım kilo tiryəkdir. 30 list M40'dır. 30 list M40, 150 qram da şişədir. O verdiğim ayınından hardasa 21 min, 23 min elə puludur. Rəşad Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokurelliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizlin yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Mən Rəşad, Başşəhər sakini, İran vətəndaşının WhatsApp-da danışaraq Xaçmaz rayonuna gəlmişdim. O yük götürəndən sonra rəqəyə çıxacaqdım o WhatsApp-la. Xaçmaz rayon polis idarəsindən saxlanıldım. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Sami Təşimov, Bugün TV.